Yol kənarında erməni maşınlarının sərgisi. Tarix hələ belə geri dönüş görməyib. Xankəndiyə gəlmişkən Şuşaya və Laçına baş çəkməsək olmazdı. Şuşada gəzə-gəzə gəlib bir dənə küçəyə çıxdıq. Bura elə bil Şuşanın Targovusudur. Qəşəng ab-havası var. Hər yerdə işıqlı. Bura Qarabağ küçəsidir. İsa bulağında insan izdihamı var. Amma maşınların sayı hesabı yox. Fikir ver. Ay Allah. Bulağın növbəsinə bax. Papaqlar neçədir qaqa? Hə, şəkil çəkdirmək 2 manat, satışı 70 manat. Bu Laçın yolu düzəldilir, hə? Belə başa düşdüm. Şuşadan Laçına belə tunelvari yol çəkilir. Laçında məscid tikilir. Həkəri çayın sahilində belə üstü çətirli masalar qoydular. Hava da yaman istidir. Bu da o məşhur Həkəri çayı. Cəmaət belə adyaldan zaddan salır buralarda piknik eləyir, uzanır, dincəlir. Ağdərənin Vəngli kəndində yol kənarındakı maşınlar diqqətimizi çəkdi. Sən demə bu erməni maşınlarıymış. İşğal dövründə retro maşınları yol kənarına düzüb sərgi açıbmışlar. İndi bu sərgi Vənglidə otelin qarşısında yerləşir. Yoldan keçənlər də burada dayanıb foto videolar çəkir. Yer gəlmişkən burada qayaların içində bax belə bir şir başı oyulub. Ağdərədən yolunuz düşsə burada mütləq baş çəkin. Beləcə Qarabağ səfərimizi tamamladıq. Bir vaxtlar separatçılar at oynatdığı torpaqlarda indi bizim atlar gəzib dolaşır. Bu da gözəl Ağdərədən görüntülər. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.